vəziyyətdə olmağında günahkar tək mən deyiləm. Başa düşmədim. Mən nə etmişəm? Sən nə etdin? Qızım, hazırsan gəl Hə, gedək. ata gəlirəm, gözlə hazıram. Murad apar da. Niyə arı seçkili salarsan axı? O da sənin uşağındır. Səndən vaxt keçirmək Hara aparım ey? İnsanların içində hərəkətini bilmir, məni utandırır. Başqa vaxt apararam səndən, yaxşı. Yenə başqa vaxt. Yenə başqa vaxt. Bezdimi bunu eşitməkdən başqa vaxt gələn dəfə. Bilirsən, onun bu vəziyyətdə olmağında günahkar tək mən deyiləm. Həm də sənsən. Başa düşmədim. Mən nə etmişəm? Sən nə etdin? Balaca olanda deyirdim ki, həkimə aparaq. Nə dediniz? Təklif eləyirəm ki, Muradı həkimə aparaq. Davranışı dəyişib, hələ də danışmır. Ay qız, bəsdir də. Böyüyəndə düzələcək, uşaqdır. Atası da gec danışıb. Deyirəm də başa düşmür ki, gedib gəl beyni söhbəti salırsan evdə. Bəsdir də, yığışdır da bunu. Hələ balacadır, böyüyəcək, keçəcək. Ciddiyə almadı sözlərimi, amma mən deyirdim. Mən deyirdim ki, fərqlidir, davranışı fərqlidir. Yaxşı sən Allah, yaxşı. Gəl qızım, gəl gedək, gəl. Ata! Ata, məni bağışla. Xəstə olduğum üçün səni çox danmışam. Mən səni çox sevirəm. Hay ana yol alsam, yolun başlayır oğlumun gözlerinden. Gün çıxır, ay doğur, ulduzlar yanır, qar yağır, dolu başlayır oğlumun gözlerinden. Sən məni bağışla oğlum, səndən bağışla.